İspaniyadan orada yaşayan həm yerlimiz və idman jurnalisti, İspaniyanın şimal bölgəsi Kantabriyadan bizimlə canlı bağlantıdadır. Beləliklə Sənan Salmanovla bağlantını təqdim edirik sizə. Sənan bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir Kənan bəy, siz görünə xoş oldu ildə. Bizə də xoşdur. Hörmətli izləyicilər, Sənan bəyin yanında İspaniyada uzun illərdən sonra La Ligaya yüksəlmiş Racing Santander azarkeşi dayanıb. Bir qədər Sənan bəy, mümkünsə yaxın olasınız qonağa. Daha yaxın dayanardınız. Sənan bəy indi bir idman jurnalisti kimi özü bir müsahibə olacaq İspan dilində. Həmin qonaqdan buyurun. Qeyd edim, Fermin. Buenos días otra vez, que Hola. estamos en directo ahora de mi televisión de mi país, de Idman Azerbaiyán, el programa deportivo. Para ello, también interesado que hace mucho tiempo el Racing Santander estaba en otra liga de segundo. Ya por final ha vuelto otra vez a primera. ¿Qué sientes? ¿Qué piensas? Bueno, buenos días a todos los azerbaiyanos. Lo primero, lo que siento, el Racing es un equipo muy tradicional, es un equipo de los fundadores de la Liga de España. ¿eh? Entonces lo que siento es una gran alegría, como todo el pueblo cántabro. Es una gran alegría por estar en Primera División, poder jugar contra los buenos, contra el Barcelona, el Madrid y toda esta gente. Y entonces lo que tengo es una gran satisfacción y todo el pueblo de Cantabria está muy contento, porque hacía 14 años que no estábamos en Primera División. Traduz koyuyor, luego seguimos. Deyir ki, yəni birinci olaraq hər kəs Azərbaycana salamlarını göndərir Fermin. 14 il aradan sonra Racing'in yenidən La Liga'ya qayıtması tək Santander şəhəri deyil, bütün Kantabria əyalətinin sevincidir. Racing La Liga'nın belə deyək, köklü klublarından sayılır, yəni İspaniyanın köklü klublarındandır və təkrardan yüksək böyük komandalarla oynamaq sevincini bir daha yaşamaq onlar üçün belə deyək, izah olunmaz bir sevincdir, belə bir xoşbəxtlikdir. Əgər müsahibə başa çatdısa, sizlə də söhbət eləmək istəyərdik Sənan bəy. Qonağımıza təşəkkür edirik. Racing azarkeşinə. Sizin xüsusi bir sualınız var Fermin üçün nəsə əlavə? Əlavə sual mən ümumiyyətlə başa çatan mövsümdən soruşmaq istərdim ki, yəni Barcelona'nın bu rahat çempionluğu barədə nə düşünür? Artıq ikinci ildir Barcelona vaxtından əvvəl çempion olur. Sizcə ligaya, ümumiyyətlə bu həyəcanı qaytarmaq üçün nə lazımdır? El pregunta que de Barcelona es un año pasado campeón muy fácil que de otros años, que dice que necesita que de otra vez que para hacer una competición con intriga, con buena, más fuerte. ¿El qué falta es que en la liga en este año? ¿Qué faltaba? Bueno, en España siempre, como en casi todos los países, siempre hay 3 o 4 equipos que son más fuertes. Pero bueno, cada vez hay más competitividad y lo que se trata es que la Liga Española es de las más fuertes de Europa. Entonces, claro, es difícil poder, equipos pequeños como el Racing de Santander, es difícil poder competir contra el Barcelona o contra el Real Madrid, pero ya les hemos ganado otros años, o sea que no les tenemos miedo. Fermin biraz Racing azarkeşi kimi sualı cavablandırır. Yəni İspanya çempionatı ümumi Avropada ən ağır belə deyək, liglərdən biridir, çempionlardan biridir. Burada böyük klublarla baş-başa mübarizə aparmaq çox çətindir. Xüsusən Barcelona, Real Madrid, Atletico Madrid kimi klublarla. Ancaq biz qorxmuruq. İnanırıq ki, növbəti artıq sezonda onlara öz dişimizi göstərə biləcəyik bu mənada. Əsl Racing azarkeşi kimi həqiqətən cavablandırdı sualı. Həqiqətən. Əlbəttə, futbol sevgisi Avropada bir qədər fərqlidir. Tabii ki, çox fərqlidir. Entonces, digamos, gracias a Fermín, luego vamos a seguir con ellos, que los otros con preguntas. Nada, si quieres decir algo, cosa que últimamente, un saludo y por final. Bueno, quiero dar un saludo a ese gran país y me gustaría algún día poder ir allí y conoceros personalmente. Gracias, Fermín. Nada. Hasta luego. Hasta luego.
Fermin'le sağollaşdıq. Xüsusi olaraq son olaraq nəsə demək istədiyini soruşdum. Dedi ki, yəni buradan sizin ölkəmizə çoxlu salam göndərirəm və inanıram ki, bir gün oraya səyahət edəcəyəm. Biz də onu gözləyirik. Əlbəttə ki, yeri gəlmişkən bu yaxınlarda İtaliyadan bir azarkeş gəlmişdi. Sumqayıt Qarabağ oyununu gedib Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda canlı izləmək üçün, sırf Qarabağın oyununa baxmaq üçün. Çox fərqli məkanlardan maraq doğurur ümumiyyətlə Azərbaycan futbolu da son illərdə. Və Sənan bəy, mən istəyirdim siz də fikrinizi bildirəsiniz elə son mövsümlə bağlı, başa çatan mövsümlə bağlı. Nə düşünürsünüz? İspaniyada yaşayırsınız, orada abu-hava yəqin ki, ətrafınızda o hadisələr cərəyan eləyir. İspaniyanın son iki mövsümdə şampiyonu Barcelona'da və son iki mövsümdə mövsümü çox rahat başa vurublar. Vaxtından əvvəl şampiyonluqlarını elan etdilər. Bu həyəcanı azaldıbmı sizcə? Və həyəcanı qaytarmaq üçün nə etmək lazımdır? Əslində Kənan bəy, ümumi İspaniya səviyyəsində bu sir deyil ki, Real Madrid azarkeşləri çoxdur. Yəni Madrid ətrafı demək olar ki, bütün şəhərlərdə hazırda mənim olduğum Kantabriya ərazisində də bəli, Racing Santander azarkeşləri çoxdur, amma demək olar ki, əksəriyyəti Real Madridi dəstəkləyir və sevir. Və son illər siz deyən kimi Barcelona'nın bu qədər rahatlıqla çempion olması artıq burada da belə deyək, etiraz səslərini yüksəldir. Xüsusən də Real Madrid cəbhəsində işlərin düzgün getməməsi deyək, bunlar geyinib soyunma otağında məşqçinin oyuncular üzərindəki təsirinin az olmasını xüsusən qeyd edirlər ki, Arbeloa yetərincə belə deyək, oyuncular üzərində təsirə malik deyil və oyuncular istədikləri kimi davranırlar. Bu səbəbdən də belə deyək, Barcelona'ya rəqib olacaq səviyyədə mübarizə aparmırlar. Və bu da təbiidir, görünəndir. Bundan başqa Florentino Perez'in mətbuat konferansında xanım jurnalistə verdiyi bir belə deyək, dediyi sözlər reaksiyaları daha da kəskinləşdirdi ona qarşı və Atletico Madridin təbii dediyiniz kimi yarışdan çəkilmə biraz erkən düşməsi. Erkən qopdular, bəli. Bəli, Çempionlar Liqasındakı məncə uğurun arxasınca düşdülər ki, oradan bir nəticə əldə eləməyə doğru yönəlsinlər. Ancaq təbii ki, orada da yarımfinalda qaldılar. Bu da təbii ki, Barcelona'nın rahatlıqla finiş xəttini keçməsinə səbəb oldu və rahat çempion oldular demək olar. Yəni son turda da El Clasico'dakı qələbə hər şeyi demək olar ki, təmin eləmişdi. Təşəkkürlər Sənan bəy fikirləriniz üçün. Uğurlar arzu edirəm sizə. Çox sağ olun, minnətdaram. Və xüsusilə də bu ikili müsahibə üçün minnətdarlığımı bildirirəm. Çox sağ olun, çox sağ olun. Görüşmək ümidi ilə, sağ olun. Hələlik, çox sağ olun. Əziz tamaşaçılar, bizimlə bağlantıda Sənan Salmanov idi, İspaniyada yaşayan həm yerlimiz və idman jurnalisti və eyni zamanda İspaniyadan bir Racing Santander azarkeşi də bizim qonağımız oldu. İdman səhərdə eksklüziv qonaq idi.